mən sənə görə nələr edirəm də. Happy birthday. Şahit gönül arzuları söndürdüm. Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanə həyat yoldaşı Fəridə ad günü sürprizi edib. Mövlanə həyat yoldaşı üçün ay kostyumu geyinib. Toy məclislərindən birində çıxış edən tanınmış müğənni Rəqsanə İsmailova ifa zamanı gözlənilməz vəziyyətlə üzləşib. Səhnədə oxuya-oxuya çıxışını davam etdirən sənətçinin geyiminin gizli ip hissəsi açılıb. Bu anlarda stilist Prens Jamal dərhal səhnəyə yaxınlaşaraq peşəkar şəkildə müdaxilə edib və geyimi yerindəcə düzəldib. Maraqlısı isə odur ki, Rəqsanə İsmailova heç bir fasilə vermədən ifasını davam etdirib. Qonaqlar bu anları həm həyəcan, həm də alqışlarla qarşılayıblar. Hadisə qısa müddətdə sosial şəbəkələrdə də diqqət çəkib və müzakirə mövzusuna çevrilib.